Valla maşın sürəndə qəzəblənmək həmən hər kəsin başına gələn işlərdəndir. Amma səbr etmək lazımdır. Yəni çünki biz bir İslam daşıyırıq, bizim bir zahirimiz var, biz digər insanlardan fərqliyik. Yəni səni baxan saqqalına görə dəyər verir. Sən ağzından çıxartdığın kəlmələr sənin saqqalına yansıyır, sənin dininə yansıyır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bir sahabə gəlib deyəndə ki, ey Allahın Rəsulu, mənə tövsiyədə bulun. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qəzəblənmə. Ey Allahın Rəsulu, mənə tövsiyədə bulun, qəzəblənmə. Ey Allahın Rəsulu, mənə tövsiyədə bulun, qəzəblənmə, deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Çünki qəzəb bəzən bütün şərlərin qapısı ola bilir. Qəzəb bəzən bütün şərlərin qapısı ola bilir. Bəzən 2 saniyəlik, 3 saniyəlik qəzəbdən dolayı insanın ömrünün 1/3, 2/3 hədər olur. Yəni sən təsəvvür edirsən, bir anlıq insan qəzəbini tuta bilmir. Gedir qarşı tərəfə zərər vurur. Qarşı tərəfi öldürə bilir, vura bilir və s. Həmin o qəzəbdən dolayı ömrünün 1/3, 2/3-ni nə edə bilir? Həlak eləyə bilir. Ona görə bizə düşən şey qəzəbimizi boğmaqdır. Yəni qəzəblənməmək. Necə ki Allah Subhanahu va Taala buyurur ki: "Ellezine yunfiquna fis-serra'i ve'd-darra vel-kaziminel-ghayz ve'afina anin-nas." Allah Azza və Cəllə deyir ki, o müttəqilər ki, onlar darlıqda da, bolluqda da Allah yolunda xərcləyirlər və qəzəblərini boğurlar və insanları bağışlayırlar. Qəzəbi boğmaq, Allah Azza və Cəllə diqqət edin, onlar heç qəzəblənməzlər demir. Düzdür? Yəni insan fitri, qəzəblənmək fitri bir şeydir. İnsan qəzəblənir. Lakin Allah deyir ki, onlar qəzəblənəndə qəzəblərini boğurlar. Hamımız qəzəblənirik. Qəzəblənmək fitri bir şeydir. Amma bizə düşən şey qəzəbimizi boğmaqdır. Və yanımızda bir müsəlman qəzəblənibsə onun əlindən tutub onu sakinləşdirməkdir. Ona Peyğəmbər sallallahu aleyhi və səlləmin qəzəblənmə sözünü xatırlatmaqdır. Amma bəzən görürsən ki, adam qəzəblənir. Yanında olan müsəlman onu daha da təşviq eləyir. Sür gedək çataq deyir ona. Sür gedək çataq. Hara çatırsan qardaşım? Yəni nə etmək istəyirsən sən? Yəni 2 saniyəlik, 3 saniyəlik bir qəzəbdən dolayı müsəlmanı zərərə uğratmaq istəyirsən, düzdür? Müsəlmana zərər yetirmək istəyirsən. Yəni sən müsəlmansan, sən qarşı tərəfdə olan adama bir zərər vursan, sən zərərə uğrayacaqsan. Niyə qardaşını tutub əlindən ona Peyğəmbər sallallahu aleyhi və səlləmin qəzəblənmə sözünü xatırlatmaq yerinə əksinə şeytanın ona vermiş olduğu vəsvəsəni daha da artırırsan? Vallahi nə qədər insanlar olublar ki, ömürlərinin 1/3, 2/3-ni həlak ediblər. İndi deyir ki, kaş ki qəzəblənməzdim. Bir anlıq deyir, özümü tutsaydım, başıma bu şey gəlməyəcəkdi. Ona görə qəzəblənmək yaxşı şey deyil. Qəzəblənmək insanı qəzəblənib və o qəzəbini şiddətləndirmək, o şiddətləndirmək ki var, o şeytandandır. Mömin insan qəzəblənir və qəzəbini Allah üçün tutmasını bilməlidir. Yəni maşındır, arxadan biri siqnal verir. Düzdür? Əsəbə toxunan şeydir, səni qəzəbləndirən şeydir. Hələ yaşıl yanmayıb adam sənə siqnal verir. Nə edəcəksən? Allahım sənə sığınıram. Allahım onun şərrindən sənə sığınıram. Əuzu bi kəlmətillahi təmmati min şərri mə xalaq ya Rabbi. Yaratdıqlarının şərrindən sənə sığınıram. Allaha sığınacaqsan. Amma sən o anda Allaha sığınmadın, Allahdan yardım istəmədin. Düşəcəksən, qapını açacaqsan, üzərinə gedəcəksən, bəlkə o səni vuracaq, bəlkə sən onu vuracaqsan. Yəni hani o 3 saniyəlik bir səbr etməyin, səbr edə bilməməyin daha doğrusu sonucunda böyük bir zərərə uğranılacaq. Ona görə müsəlman insan qəzəbləndiyi zaman qəzəbini tutmalıdır. Maşın sürmək xüsusən həssas olan işlərdəndir, çətin olan işlərdəndir. Maşına mindiyin an biləcəksən ki, sən qəzəblənə bilərsən. Yəni hazır olacaqsan. Özünə söz verəcəksən ki, qəzəbləndirsələr də yolda bir şey də olsa mən səbr eləyəcəm. Allah üçün nəfsimi tutacam. Çünki müttəqilər qəzəblənəndə qəzəblərini boğurlar. Mən də qəzəbimi tutmağa çalışacam deyəcəksən. Yola bu niyyətlə çıxacaqsan, yola bu şeylə çıxacaqsan və gücün yetdiyi qədər də maşında qoy Quran oxusun. Çünki Quran oxuduğun müddətcə şeytanlar dağılır və sən rahat bir şəkildə yoluna davam edirsən. Bir də bu var. Yəni hani sənə o qırmızı yanır, yaşıl yanmadan siqnal verən insanın səviyyəsinə düşmə. Yəni onun Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hər insanın bir mənzili var. Hər insanın bir səviyyəsi var. Yəni sən ona niyə müxatab olursan ki? Necə sələflər deyərdilər ki, milçəyə çönüb baxan insan ona dəyər verdiyindən dolayı ona baxır. Yəni sən o vızıldayır, sən ona baxmasan ona dəyər verməmiş olacaqsan. Amma sən ona baxsan ona dəyər vermiş olacaqsan. Ona görə yəni o insanın səviyyəsinə də düşməmək lazımdır. Yəni onun anladığı o qədərdir. Yəni qırmızı yanır, yaşıl yanmamış sənə siqnal verən insanın səviyyəsinə düşməyə heç də gərək yoxdur. Yəni adam yolda gəlir sənin önünə, sol palasadan direkt sənin önünə keçir. Bunun anladığı bu qədərdir. Yəni bunun anladığı bu qədərdir. Yəni bunun gördüyü, bunun səviyyəsi bu qədərdir. Bunun anlayışı bu qədərdir. Belə insanın anlayışına düşmək olar. Belə insanla müxatab olmaq olur. Yəni sən gedin bir şeylər başa salım desən anlamayacaq. Anlayan insan oradan ora keçib üzrxahlıq eləmədən, dörtlükləri yandırmadan, bir şeylər etmədən, üzrxahlıq eləmədən yoluna davam edən insana sən bir şey anlata bilərsənmi, anlata bilməzsən. Elə sən nə eləyəcəksən, onun səviyyəsinə düşməyəcəksən. Normal qarşılayacaqsan. Bu adamın da səviyyəsi budur. İnsan kimi müxatab alar, insan kiminlə söhbət eləyir, o kəs ki anlayır. O kəs ki bir şeylər anlatırsan anlayır, onu anlatar. Əks halda bu kimi insanlara çox da diqqət etməmək lazımdır. O 2-3 saniyəlik qəzəbdən dolayı həm özünə zərər yetirəcəksən,
həm həyatını problemə soxacaqsan, həm də o insanın səviyyəsinə düşmüş olacaqsan. O hani söz var, yəni nə olmuşdu deyir. Yəni bunun səviyyəsinə niyə düşürdün ki? Ya, axmaq adamdır, düzdür? Bunun səviyyəsinə özünü niyə salardın ki? Yəni o insanların səviyyəsinə çox da düşmək lazım deyil. Belə insanlara qarşı baxdın anlamır. Hətta bu tək maşın sürəndə yox. Hətta marketdə alış-veriş eləyirsən, düzdür? Biri gəldi, qoluna dəydi, çıxdı, getdi üzrxahlıq eləmədən. Səbr et. Səbr et, yəni o anda dur. Yəni gedin bunu arxadan çəkin, buna bir yumruq atın, buna bilməm nə edeyim, ehtiyac yoxdur. Qoluna dəydi, getdi. Səbr eləyəcəksən. Çünki ortada böyük bir problem yoxdur. Hani bu adam anlayan bir insan olsaydı, yəni heyvandan biraz üstün səviyyədə birisi olmuş olsaydı, çönərdi, üzrxahlıq eləyərdi. Bir şeylər edərdi. Amma anlaşılan budur ki, yəni heyvandan çox da bir fərqi olmadığına görə ağıl səviyyəsi olaraq, yəni necə ki heyvan sənə dəyib gedəndə heyvanı çağırıb ondan müxatab olmursansa, bu insan da sənə qoluna dəydi, çıxdı, getdi. Çox da müxatab olma. Necə ki bir heyvanla müxatab olmursan, bu insanla da müxatab olma. Bırax, necə ki heyvanı buraxırsan gedir, onu da bırax getsin. Çünki anlamayan insanlardılar. Anlayışı olan insan dönər üzr istəyər, üzrxahlıq eləyər, yanlış olduğunu bildirər, əli ilə, gözü ilə, qaşı ilə və s. Etmədisə edə biləcək çox da bir şey yoxdur. Belə insanları müxatab almaq, onların səviyyəsinə düşmək olar. Müslüman insan ağır başlıdır. Hər insanı qalə almaz. Hər insana çönüb fikir bildirməz. Cahillər onlara sataşanda Allah Azza və Cəllə nedir? Onlar deyirlər sizə salam olsun. Yəni bizim sizinlə bir işimiz yoxdur. Yəni biz sizinlə müxatab alacaq insanlar deyilik. Belə insanlara çox da müxatab almağa ehtiyac yoxdur. Səbirli olmaq, təmkinli olmaq lazımdır. Ağır başlı olmaq lazımdır. Bizim o içimizdə olan qəzəb, hirs, enerji, onu fərqli yerə yönləndirmək lazımdır. Yəni bizim içimizdə bir enerji var. Allaha şərik qoşan insanlar gördüyümüz zaman onlara nəsihət eləyəcəyik. O şirki gördüyümüz zaman qəzəblənəcəyik. O Allahı söyən insan, Peyğəmbəri söyən insan gördüyümüz zaman, Allahın dini ilə istehza eləyən insan gördüyümüz zaman onun etmiş olduğu əmələ qəzəblənəcəyik. Onun etmiş olduğu əməli dilimizlə inkar eləyəcəyik. Amma insan enerjisini bura xərcləməsə, enerjisini hara xərcləyəcək? Çöldə biri mənə dəydi, işte maşını sürəndə biri siqnal verdi, biri önümə keçdi. Enerjimizi bu kimi yerlərə sərf etməyəcəyik. Daha ziyadə enerjimizi, o bədənimizin qüvvətini Allahın dininə sərf eləyəcəyik. Qəzəblənəndə Allah üçün qəzəblənəcəyik, sevinəndə Allah üçün sevinəcəyik. Bu olmadığı zaman çöldə belə boş işlərə insan qəzəblənir, sevinir, bilməm nə. Ona görə təmkinli olmaq, səbirli olmaq müsəlmana yaraşan gözəlliklərdəndir. Qəzəblənirikmi? Qəzəblənirik. Çünki nə dedi? Allah nə deyir? Müttəqilər qəzəblənirlər. Müttəqilər qəzəbləndikləri zaman qəzəblərini boğurlar. Vel kaziminel qayz. Düzdür, qəzəblərini boğurlar. Qəzəblənmək fitri bir şeydir. Qəzəblənəcək, amma müttəqilərin sifəti nədir? Səbr etmələrini, o qəzəblərini boğmalarını onlar bilirlər, biz də biləcəyik. Biz də müttəqilərdən olmaq istəyiriksə, biz də qəzəblərimizi boğacağıq. Belə boş şeylərə çox da fikir verməyəcəyik. Allah ən doğrusunu bilir.